neçə gün əvvəl İlham Əliyev dedi ki, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair əsaslı ümidlərimiz var. Uzun zamandır ki, Azərbaycanda neft hasilatının sürətlə azaldığı deyilir. Bəs yenidən neft bumu yaşana bilərmi? İqtisadçı Natiq Cəfərli deyir ki, rəsmi məlumatlara görə 2029-cu ildən Azərbaycanda yeni yataqlardan neft hasil olunacaq, amma hasilatın nə qədər olacağı hələ ki bilinmir. Son 5 ilə baxsaq, hər il Azərbaycanda neft hasilatı azalır. Hətta azalma o dərəcədə ciddidir ki, OPEC Plus anlaşması çərçivəsində hər bir ölkənin kvotası var, bilirsiniz. Neft hasilatı kvotası var. Azərbaycan heç o kvotanı doldura bilmir. Hər gün təqribən 80 min barel öz kvotasından daha az neft hasil edir. Halbuki digər ölkələr əksinə kvotadan daha çox neft hasil etməyə, heç olmasa o kvotanı doldurmağa çalışırlar. Azərbaycan isə ona ayrılan kvotanı belə doldura bilmir. Ona görə də əsas vəzifə, dediyim kimi, neft hasilatını sabitləşdirmək, heç olmasa 600-700 min bareldən aşağı düşməsinin qarşısını almaqdır. Ola bilər ki, buna nail olunsun, amma mən düşünmürəm ki, 2000-ci illərin əvvəllərində Azəri Günəşli Çiratda olduğu kimi çox böyük neft hasilatı, yəni bizdə pik dövrlərdə Azərbaycanda neftin gündəlik hasilatı 1 milyon barelə yaxınlaşmışdır. Bax, o rəqəmləri görməyimiz açığı o qədər də inandırıcı deyil. İşin siyasi tərəfini şərh edən 3-cü Respublika platformasının qurucu üzvü Elman Fəttah deyir ki, illər əvvəl neft pulları xalqın rifahına yox, Əliyevlər ailəsinin hakimiyyətini möhkəmləndirməyə axdı. İnsanlar elementar vətəndaş hüquqlarını məhz neft bumu sayəsində itirdi. Neft bumu Azərbaycanda güclü institutlar yaratmadı, azad iqtisadiyyat qurmadı, cəmiyyətə müstəqil məhkəmə, azad media vermədi. Bu gəlirlərin triumf dövrü 2005-2015-ci illər ərzindədir. Bunu həm də Azərbaycanın inkişafı üçün itirilmiş illər kimi də qiymətləndirə bilərik biz. Hansı ki, bu böyük gəlirlər gəlirdi, qeyri-neft sektoru yaradıla bilərdi və Azərbaycan çox böyük bir inkişafa nail ola bilərdi iqtisadi baxımdan. Amma bütün bu məsələləri biz itirdik. Hazırda vəziyyət o yerdədir ki, hətta Cənubi Qafqazda, buraxın bütövlükdə geniş coğrafiya ilə müqayisəni, hətta Cənubi Qafqazda Azərbaycan adam başına düşən milli gəlir baxımından da, aşağı pensiya həddi baxımından da, minimum əmək haqqı ödənişi baxımından da həm Gürcüstandan, həm Ermənistandan geridə qalır. Yəni, vəziyyət bundan ibarətdir. Yəni, bütün mənzərə iqtisadi baxımdan, rifah baxımından belədir. Siyasi baxımdan isə biz ümumiyyətlə fəlakətə yuvarlandıq. Azərbaycanda bütün insan haqları mövzuları tamamilə qapadıldı. Siyasi azadlıqlar məhv edildi, siyasi partiyalar sıradan çıxardıldı, vətəndaş cəmiyyəti tamamilə sıradan çıxardıldı, müstəqil media susturuldu. Bütün bunlara bax, bu rejim o böyük neft pulları vasitəsilə möhkəmləndirdiyi avtoritarizm və artıq çəkidə başladığı diktatura rejimi formasında nail. Elman Fəttah deyir ki, ümumiyyətlə ikinci neft bumunun yaşanacağını demək İlham Əliyevin həm daxilə, həm də xarici bir blefidir. Deyir ki, əsrin müqaviləsi bağlandıqdan sonra kəşf olunan bütün yataqlar hasilatı verilib və sonradan hər hansı əhəmiyyətli neft yatağı kəşf olunmayıb. Bəs İlham Əliyev niyə belə bleflər səsləndirməyə ehtiyac duyur? Çünki Azərbaycanın beynəlxalq diplomatiyada neftdən daha təsirli başqa bir siyasi instrumenti yoxdur. Əliyevlər rejimi nefti həm də çox ciddi diplomatik instrumentə çevirdi. Hazırda deyək ki, xüsusilə də Rusiya-Ukrayna kontekstində Azərbaycan nefti, qazı əhəmiyyətini daha da yüksəldib. Əvvəllər yalnız Balkan ölkələri bu məsələlərdən qidalanırdısa, artıq Mərkəzi Avropa ölkələrinə belə qaz idxalı başlayıb Almaniya daxil olmaqla. Bu instrumentin əldən çıxmayacağını demək istəyir. Yəni, demək istəyir ki, biz ikinci bumu yaşayacağıq, tapacağıq yeni neft yataqları və siz düşünməyin ki, Azərbaycan nefti qutaracaq və sizin Azərbaycanla münasibətlərdə belə deyək, neftdən asılı diplomatiya, yəni bizi həzm etməyiniz, Azərbaycan avtoritarizmi, Azərbaycan diktaturasına susqun qalmağımız yekunlaşacaq. Biz təmin edəcəyik, nefti tapacağıq. Yəni, bu sakitləşdirmə metodu kimi, bir fəndə kimi istifadə edilir.
Üçüncü Respublika platformasının həm qurucusu deyir ki, neftin bitməsi ilə hakimiyyət daxili loyallıq və sədaqət də darmadağın olacaq. Neft tükəndiyi andan hakimiyyətin xalq üzərində təzyiqi də bitəcək. Hətta öz komandasını da qoruyub saxlaya bilməyəcək hakimiyyət. Komanda öz idarə etmə zəncirini itirəcək. Müəyyən qədər sosial ödənişlər, pensiyalar, maaşlar, neft pulları hesabına zamanında ödənilə bilir. Ümumiləşdirmiş olsaq, bir sosial müqavilə mövcuddur. Bunu saxlaya bilir əhali ilə. Yəni siz susursunuz, qarşılığında da müəyyən qədər sosial ödənişlər, maaşlar alacaqsınız. Buna nail olur. Digər tərəfdən də qələbə vasitəsilə, Qarabağ qələbəsi vasitəsilə müəyyən qədər dəyər legitimliyi üzərindən müəyyən bir siyasi kapital toplayıb 2000-dən sonra bu da sürətlə tükənir. Yəni hakimiyyətin monolitliyini saxlayan bax bu performativ legitimlik instrumentidir ki, neftin tükənməsi ilə bu instrument öz funksiyasını tamamilə itirəcək. Yəni hakimiyyət daxilindəki loyalizm və sədaqət tarmar olacaq.